Azərbaycan xalqının, Türk dünyasının və dünyanın ən böyük siyasətçisi Ulu Öndərimiz Heydər Əliyevin, Ulu Öndərin həyatının ayrı-ayrı mərhələləri haqqında ətraflı danışmaq istəmirəm. Bunu siz də bilirsiniz. Yaxşı nəsil də buna şahiddir. Və qısaca olaraq deyim ki, bu mərhələlərin hər biri də ayrı-ayrı mərhələlərə görülür. Misal üçün, Ulu Öndərin gənclik illəri, Naxçıvan dövrü, Pedagojik Universitetdə oxuduğu illər, sonraki mərhələdə Dövlət Təhlükəsizlik Xidmətində, Bakı Dövlət Universitetində təhsil aldığı dövr, sonraki mərhələdə Azərbaycan Dövlət Təhlükəsizlik orqanlarında fəaliyyət göstərdiyi və rəhbər kimi hakimiyyətə rəhbərliyə gəldiyi dövr və təbii ki, 1969-cu ildən sonra Azərbaycan Sovet və sonraki mərhələdə Moskva dövrü və təkrar Azərbaycana qayıdışı, Naxçıvanda fəaliyyət yaşadığı və fəaliyyət göstərdiyi dövr, ikinci dəfə hakimiyyətə qayıdışı dövrü və nəhayət bugün təhlil olunması, hətta xarici oxuların tarixçiləri, əsərlər, tarixi romanlar, tarixi oşaqlar yazılması dövrlərdir. Ən sadəcə olaraq Ulu Öndərin nə üçün ümumi liderdir, nə üçün xalq ona millət atası kimi baxır, ümumxalq sevgisinin sirri nədədir? Mən bu məsələlər haqqında danışmaq istəyirəm. Tarixdə elə şəxsiyyətlər var ki, öz dövrünün, öz xalqının taleyində əsas rol oynuyor. Və bir də Azərbaycanın gələcəyi hansı istiqamətdə gedəndə bu çox yaxşı belirləklər edirdir. Belə bir sual ortaya çıxır ki, yaxşı Sovetlər dönəmi sökdü, dünyada bilən ictimai siyasi proseslərin bir nəticəsi idi. Digər respublikalarla belə deyək, müstəqillik qazandı, fəsad qazandı. Amma Azərbaycanın özünə məxsus bir şəkilləri var ki, Azərbaycan Ukrayna deyildi, Belarus deyildi. Orta Asiya respublikaları deyildi. Azərbaycanın fərqindəydi ki, Azərbaycan çox vacib, strateji bir məkanda yerləşmişdir. Və Azərbaycan həssas bölgə olaraq həm Rusiyanın, həm İranın, həm Qərbin, həm Şərqin diqqət mərkəzində olan bir bölgəydir. Burada digər respublikalarda hədəflənən məqsədlərə çatmaq qeyri-mümkündür. Onun üçün də Ulu Öndərin ən böyük siyasəti, ən böyük fəaliyyət ondan ibarət oldu ki, tədricən zaman-zaman Azərbaycanın müstəqil respublika səviyyəsinə hazır edildi. Heç də təsadüfi deyil ki, Ulu Öndərdən söhbət düşəndə Ulu Öndəri müstəqil Azərbaycan dövlətinin qurucusu və yaradıcısı kimi xarakteriz edirlər. Burada da heç bir təsadüf yoxdur. Çünki Ulu Öndərlə